Artıq demək olar ki, bir ilə yaxındır ki, 9 gənc Azərbaycan jurnalist qadını həbs olunub. Günahsız səbəbdən. Onlar da belə deyək ki, həqiqətən də onların üzərinə yazılan ittiham, şər çox gülüncdür. Məhkəmələrdə, məsələn, burasındadır ki, hakimlərin özü də bilir ki, o cümlədən də iddiamçı tərəf bilir ki, yalan danışırlar. Mən istərdim ki, həmin xanımların adlarını bir daha qeyd edeyim. Bizim də hər halda onların yaxınları izləyir, hər halda ola bilsin ki, bir media kimi həmin mediaların izləyiciləri də bizi bu günləri bu saatda izləyirlər. Fatimə Mövlamlı Meydan TV-dən, Sevinç Vagif qızı Abzas Mediadan, Nərgiz Absalamova Abzas Mediadan, Elnara Qasımova Abzas Media, Aynur Elgünəş Meydan TV, Aysel Umudova Meydan TV, Xələ Ağayeva Meydan TV, Aytaç Əhmədova Aytaç Tapdıq Meydan TV və Şahnaz Bəylər qızı Toplum TV. Həmin bu günahsız xanımlar bu günləri hamısı həbsdədir. Bəziləri siz bayaq qeyd etdiniz ki, onlar barəsində artıq hökm də oxunub. Hökmlər də çox böyükdür, 8 il, 9 il. Yəni bunlar haqsızlıqdır, ədalətsizlikdir. Və biz bir Azərbaycan Milli Müqavimət Hərəkatı olaraq qərara gəldik ki, həmin bu xanım qızların, jurnalistlərin müdafiəsinə əlaqədar bir petisiya aksiyası keçirdək. Petisiyanın məqsədi hal-hazırda onların həm nahaqdan, yəni ki, qanunsuz yerə tutulmaları, o cümlədən də saxlandıqları təzyiqxanalarda, o cümlədən də həbsxanalarda onlara qarşı olan qeyri-insani rəftar və onun bütün cəmiyyətə, bütün dünyaya çatdırılmasıdır. Biz hal-hazırda petisiyada imza toplamaqla, yəni ki, başlayacağıq və imzalar, kifayət qədər imzalar toplandıqdan sonra müəyyən qurumlara, o cümlədən də xüsusilə beynəlxalq qurumlara müraciət etmək fikrindəyik ki, həmin xanımların səsini qoy bütün dünya eşitsin və bu gün də özünü Azərbaycanlı sayan, özünü ədalətin keşiyində durmuş kimi sayan hər bir kəs buna göz yummamalıdır. Həmin bu petisiyanı zəhmət olmasa dəstəkləyin, paylaşın, imzalayın. Sizdən xahiş olunur. Petisiya harda rast gələ bilər? Hardan götürə bilər petisiyanı zəhmət olmasa deyil? Sizdən xahiş olunur ki, Azərbaycan Milli Müqavimət Hərəkatının rəsmi səhifəsinə daxil olasınız. azmmh.org səhifəyə daxil olandan sonra elə ilk sizin rastlaşdığınız orada məlumat məhz petisiya olacaq. Şəklin üzərinə tıklayandan sonra artıq keçəcəksiniz petisiyanın səhifəsinə və orada onu sizdən yalnız imzalamaq qalır. İmzalamaq və paylaşmaq. Bu günləri çox xırda bir addımdır, ancaq çox böyük bir iş görmüş olacaq. Həmin o xanımların təkcə həbsxanadan azad olunmağı deyil. Yəni bu proses ondan təkcə kifayətlənməyəcək. Bu bir daha Azərbaycan xalqının iradəsini, Azərbaycan xalqının ona qarşı olan ədalətsizliyə qarşı mübarizə aparmağını, onun rəşadət ruhunun hələ də sönməməyinin rəmzi olacaq. Çünki bu günləri hakimiyyət həmin xanım qızları həbs etməklə Azərbaycan kişisini məsləhət edir. Çünki bəli, biz bugün bilirik, petisiyada bir səhifəlik petisiyadır. Oxusanız tanış olarsınız, orada göstərilib onlara qarşı necə qeyri-insani rəftarlar keçirilir, rəftar olunur. Onlarla hər gün təhdidlər, onlara qarşı zorlama ilə təhdid olunmaları, onlara lazım olan gigiyenik ləvazimatların vaxtında verilməməyi, bu da həm onların bir mənəvi bir zərbə vurur onlara, bir fiziki zərbə vurur onlara. Siz təsəvvür gətirin ki, aldıqları deyək ki, həbs müddətində 8 il, 9 il, 7 il, ondan sonra onlar çıxandan sonra onlar cəmiyyətə necə xeyir verə biləcəklər. Amma bu günləri biz onların azad olmağına nail ola bilsək, bu günləri əgər müstəqil şəkildə mövcud olub, Azərbaycandakı həqiqətləri sizlərə çatdıran əgər bir 10 kanal varsa, azad olan xanımlar da artıq gələcəklər o sıralara və bu gün bizim sıralarımızın sayı artmış olacaq. Biz bir növ onları azad etməklə özümüzün gələcəkdə azad olmağımıza bir zəmin yaratmış oluruq. Bu gün onların həbsdə qalmağı düşünürəm ki, nəinki sırav Azərbaycanlıya, o cümlədən də Azərbaycanın bugünkü iqtidarına da bir üz qarasıdır. Bütün yəni ki, medialar, hətta yəni siz Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin səhifəsini açsanız, həmin bu qızlar haqqında orada böyük məqalə, böyük yazılar gedir. Amma bununla belə yenə hələ bir güclü təpki yoxdur Azərbaycan hökumətinə. Biz ümid edirik ki, biz bu petisiyanı keçirəndən sonra bizim həmin bu qızların azad olmağında, ədalətin bərqərar olmağında da bizim bir payımız olacaq. Bizim niyyətimiz orada pay sahibi olmaq deyil. Bizim niyyətimiz məhz ədalətin bərqərar olmasıdır. Bu günləri siz oxusanız, məhkəmə iclaslarında olmuş olsanız və yaxud da ki,
rəsmi Azərbaycan saytlarında onlara qarşı olan o şər böhtanı oxusanız görəsiniz gülünc bir vəziyyətdir. Əgər bu gün elədirsə, əgər bu günləri deyək ki, 3 dənə mediada əgər belə korrupsiya halları, özbaşınalıq, qaçaqmalcılıq varsa, bu böyük bir siqnaldır. Onda bunu siz monitorinq edin, Azərbaycanda mövcud olan bütün medianı yoxlayın da. Bəs onu nəyə görə eləmirsiniz? Deməli bu şərdir, böhtandır. Qəsdən bu qızlar çünki çox aktiv idilər, həqiqəti deyirdilər, susmurdular. Ona görə də onların yerini qazanmaq deyə bilib ora atdılar.